Bu videoda Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Əyyubovun ondan sonra yerinə gələcək və Mehriban Əliyevanın hazırladığı 2 namizədin adını çəkəcəm. Çox güman ki, Bəylər Əyyubovun yerinə adını çəkəcəyim və haqqında danışacağım birinci şəxs gətiriləcəkdir. Videonu xahiş edirəm sonuna qədər izləyin, bəyənin, paylaşın ki, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Bu məlumatlar heç yerdə yoxdur, adı da heç yerdə hallanmır, lakin Azad Söz kanalında siz detallı məlumat alacaqsınız. Bəylər Əyyubov, əvvəlcə onu deyim ki, belə bənzətməli desək xortlayıbdır. Bildiyiniz kimi, Bəylər Əyyubov təxminən bir aydan çox idi ki, öz vəzifəsini icra etmirdi. Xüsusilə fevral ayında polkovnik Fərid Əsgərov onun müavini təyin edildikdən sonra bir müddətlik yoxa çıxdı. Xəbər yaydılar ki, güya o müalicə alır, Türkiyədədir, oradadır, buradadır, amma İlham Əliyevin vacib səfərlərində yox idi. Həmçinin həm xarici səfərlərində, həm də ki, Əliyev və ailəsinin Qarabağa, Ağdama, Xankəndinə səfərləri zamanı Bəylər Əyyubov yox idi, yoxa çıxmışdı. Əvvəlki videoda da bəzi məlumatları sizə paylaşmışdım ki, Bəylər Əyyubov və onun komandası, adamları, tayfası yavaş-yavaş vurulur və Bəylər Əyyubovun qudası hesab olunan keçmiş hərbi prokuror Xanlar Vəliyev də vuruldu, qoyuldu Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə. Bəziləri deyirlər ki, o vurulmadı, yox, o həbs olunmalıydı və s. Əlbəttə ki, həbs olunmalıdırlar, cinayətkardırlar. Amma hərbi prokuror vəzifəsi çox böyük bir vəzifədir. Ölkənin bütün hərbi sisteminin prokuraturasına o baxır, əlində çoxlu imkanlar var, nüfuz dairəsi genişdir və çoxlu da pul imkanları əldə edir. Lakin Konstitusiya Məhkəməsinin hakimi bir hakimdir, oturur orada, ayda ildə bir dəfə ona lazım olarsa məlumatlar göndərilir, bir sərəncam imzalayır və yaxud da ki, yox. Yəni, əli qolu hərbi prokuror qədər geniş deyil. Demək istədiyim odur ki, Bəylər Əyyubovun həmçinin vurulma prosesinin bir hissəsidir Xanlar Vəliyevin öz vəzifəsindən uzaqlaşdırılması. Bəylər Əyyubov nəyə görə vuruldu? Çünki o, PTX-da, yəni Prezidentin Təhlükəsizlik Xidmətində bardaq yaratmışdı. Rüşvətlə işlər, kimlə gəldi edirdi və hələ də davam edir və o, Prezidentin Təhlükəsizlik Xidmətinin hələ də rəsmi olaraq rəisi vəzifəsini yerinə yetirir və mən davamlı video çıxışlar etdim, PTX haqqında ifşa edici məlumatları paylaşdım, keçən ilin sonlarından indiyənə kimi və Əliyev məcbur oldu ki, PTX-nın rəis müavini vəzifəsinə polkovnik Fərid Əsgərovu gətirsin ki, orada bir səhman yaratsın. Amma heç bir səhman da yaratmayıbdı orada. Yenə köhnə hamam, köhnə tas, yenə bardaq, yenə mənə məlumatlar gəlir və gələcəkdir. Məhz indi sizə qeyd edəcəyim məlumatlar Bəylər Əyyubovun yerinə hazırlanan 2 namizəd barəsində məlumatları məhz PTX-dakı olan mənbə bildirir. Dəyərli dostlar, Bəylər Əyyubov bu mənim bir neçə videomdan sonra ki, Bəylər Əyyubov yoxa çıxıbdır, onu vurublar, məcbur gətirdilər, göstərdilər. 1-2 kadra saldılar. Hətta Türkiyədə İlham Əliyev ən sonuncu səfərində 1-2 yerdə güya gəlib oturdu, iştirak elədi, amma bütün işləri, əsas yaxın qorumanı və sairlərini 2 şəxs həyata keçirdi. Hansı ki, indi haqqında danışacağım və Mehriban Əliyevanın Bəylər Əyyubovun yerinə hazırladığı namizədlər idilər. Kimlərdir onlar? Keçirəm adlara. Elə birinci şəxs Bəylər Əyyubovun arxasında gördüyünüz general-leytenant Xambala Orucovdur. Xambala Orucov kimdir? Detallı danışacağım. Necə oldu ki, o pillə-pillə yüksəldi və Prezidentin Təhlükəsizlik Xidmətinin rəis müavini oldu. Mən əvvəllər bir videoda qeyd etmişdim ki, bəs Bəylər Əyyubovun müavini vəzifəsinə gətirilən Fərid Əsgərov, İlham Əliyev xüsusi bir sərəncam hazırladı, belə bir vəzifə yaratdı. Onun vəzifəsi ayrı bir vəzifə idi. Xeyr, bundan əvvəl Bəylər Əyyubovun müavini var idi, elə məhz arxasında dayanan Xambala Orucov. Lakin bu işləri icra edəcək
yəni fərqli bir təlim, tərbiyə və sair nizam, intizam yaratmaq sahəsində Bəylər Əyyubovun bir müavini yox idi. İlham Əliyev sərəncam imzaladı və Bəylər Əyyubovun müavini olan Fərid Əsgərov oldu. Dəyərli dostlar, kimdir? İlk öncə başlayaq Xanbala Orucovdan. Mehriban Əliyevanın Bəylər Əyyubovun yerinə hazırladığı və yaxın Bəylər Əyyubovun 75 yaşı olar və yaxud da ondan sonra biraz sonra olar ya olmaz, Bəylər Əyyubov tamamilə vurulacaqdır. Yəni vəzifəsindən azad ediləcəkdir. Vəzifədən azad edilənə kimi isə ona və qardaşı Rafiq Həsənov və yaxud da Rafiq Eyyubov 2 familiyası var. Adətən görürük biz, qadınların 2 familiyası olur, bir qızlıq familiyası, bir də ki, yəni ərə getdikdən sonra ərinin həyat yoldaşının familiyasını götürür. Kişinin 2 familiyası necədir, onu bilmirəm. Özləri izah edərlər, yoxsa yox. Həm Həsənovdur, Rafiq Həsənov, Bəylər Əyyubovun qardaşı, həm də ki, Rafiq Eyyubov. Buna cavab verən görən olacaqdır. Bir-iki dəfə səsləndirmişəm, hələ cavab gəlməyibdir. Özünü, kişiliyini təsdiq etmək üçün, yəni Rafiq müəllimdən xahiş edirəm ki, buna bir izah gətirsin. Nə deməkdir Həsənov və Eyyubov? Mən keçənlərdə izah etdim ki, bu familiyanı götürüb qohumlarının birinin familiyasıdır, babalarından qalma və başqa ölkədə Rusiyanın vətəndaşı olaraq Rafiq Həsənov gedir. Həm Azərbaycanda Dövlət Mühafizə Xidmətinin generalı, həmçinin də ki, başqa ölkədə Rusiyada Rusiya vətəndaşı biznesmen və Çexiyada Rafiq Həsənov adında otellər alır, biznesləri idarə edir və o otellərdən birini də Çexiyada, Praqada mən çəkmişdim. Hansı idi? Prezident oteli. 2015-ci ildə alıblar 4 ulduzlu oteli və eləyibdir 5 ulduzlu otel və prezidentə aid olan bir otel. Prezidentin şərəfinə də, Azərbaycan prezidentinin şərəfinə də məhz prezident oteli qalıbdır. Həmən otelin adı. Əlqərəz, dəyərli dostlar, keçək Bəylər Əyyubovun vurulmasına. Dediyim kimi, Rafiq Eyyubov və Bəylər Əyyubova tapşırılıb ki, sizin əlinizin altında olan biznesləri həm ölkə xaricində, həm ölkə daxilində burada holdinglər, otellər, biznes şəbəkələri və s. var. Onları yavaş-yavaş hesab kitabını eləyin. Yavaş-yavaş hesab kitaba başlanılıbdır və tam əllərindən çıxandan sonra yəqin ki, Bəylər Əyyubov da vəzifədən uzaqlaşdıracaqdır, qovacaqdır. Və bundan sonra Bəylər Əyyubovun polisdə işləyən qohum əqrabası da yavaş-yavaş dənənəcəkdir. Hələlik dəmirlər özlərini belə lotu kimi aparan, harınlamış, qudurğanlıq eləyən polis idarələrində işləyən Bəylər Əyyubovun qohumları, xüsusilə də Sabunçu rayon polis idarəsində işləyənlər yavaş-yavaş dənənəcəkdir. Siz kimdən artıqsınız ki? Vuranda, sizin başınızı vuranda siz də gövdə, qol, qanat kimi yox olub gedəcəksiniz. Səbirli olun, səbirli olun. Azərbaycan xalqı da səbirlidir. Əlqərəz, keçirik Bəylər Əyyubovun, Mehriban Əyyubovun yerinə hazırladığı 2 namizəddən birincisi, ən, belə deyək ki, real görünən namizəd Xanbala Orucovdur. Bu gördüyünüz şəxs hər zaman Mehriban Əliyevanın yanındadır. Çünki Mehriban Əliyevanın xüsusi qorumasının rəhbəri hesab olunur o. Eyni zamanda burada siz görürsünüz. Yalnız Mehriban Əliyeva və arxasında Xanbala Orucov. Mehriban Əliyeva hardadır? O da oradadır. Ən güvəndiyi mühafizə xidmətinin işçisi və rəhbəridir. Mehriban Əliyevanın. Yəni, Paşayevlərin ən yaxın adamıdır. Eyni zamanda İlham Əliyevin, Mehriban Əliyevanın Türkiyə səfərində istər Əliyev cüt getsin, istər Mehriban Əliyeva ilə getsin, istərsə də Mehriban Əliyeva tək getsin, hər zaman Xanbala Orucov onun yanındadır və eyni zamanda Bəylər Əyyubovun yanındadır. Bəs Xanbala Orucov kimdir? Xanbala Orucov Bakılıdır əslən, deyilənə görə Balaxanıdandır. Əvvəllər məlumatda bildirilir ki, əvvəllər Alfa dəstəsinin komandirinin sadəcə bir sürücüsü olubdur. Səhv etmirəmsə Hikmət Ağayevdir. Onun sürücüsü olub və ondan sonra yavaş-yavaş böyüyüb keçib Mehriban Əliyevanın yanına
Mehriban Əliyevanın yanında isə özünə hörmət qazanıbdır və Mehriban Əliyeva birinci vitse-prezident olduqdan sonra İlham Əliyev ona 2017-ci ildə 19 oktyabrda sərəncamla general-mayor rütbəsi veribdir. Ondan sonra 2020-ci ildə İlham Əliyevin əlavə xüsusi bir sərəncamı ilə Xambala Tubaylıoğlu Orucov, ekranda da görürsünüz sərəncamları, Prezidentin Təhlükəsizlik Xidmətinin rəis müavini təyin edilibdir. Yəni, Bəylər Əyyubovun müavini olubdur. Ondan sonra isə 2023-cü ilin 22 avqustunda İlham Əliyevin başqa bir sərəncamı ilə Xambala Orucova general-leytenant, ən yüksək də bir ali hərbi rütbə verilir və artıq ən real bir Bəylər Əyyubovun yerinə keçə biləcək namizəd olur və onu da qeyd edim ki, Xambala Orucov pillə-pillə bunlara gəlibdir. İndi ikinci Mehriban Əliyevanın Bəylər Əyyubovun yerinə hazırladığı, daha doğrusu namizəd gördüyü ikinci şəxs isə birdən-birə 2021-ci ildə ümumiyyətlə Prezidentin Təhlükəsizlik Xidmətinə işə gəlir polkovnik, leytenant olaraq. Daha sonra isə polkovnik olur. 3-4 ilin içərisində artıq Bəylər Əyyubovun müavini vəzifəsinə qədər sürətlə inkişaf edə biləcək bir şəxs. Bu da ki, təbii ki, Rusiyanın tapşırığı ilə, təzyiqi ilə, İlham Əliyevə təzyiqi ilə və həmçinin də Bəylər Əyyubovun şəxsən adamları Tural Nəbiyev özünün şəxsən mənə göndərdiyi məlumatlar ondan ibarətdir ki, bu xəbərləri də PTX-da yaymışdılar ki, polkovnik Fərid Əsgərovun İlham Əliyevin qızı Arzu Əliyeva ilə əlaqələri var. Ona görə də onu gətirib yaxın qorumasına və hətta Bəylər Əyyubovun müavini eləyir. Mən bilmirəm. Tural Nəbiyev bilir, bir də Allah bilir. Bir də həqiqətən belə bir şey varsa, özləri bilirlər. Mənə də adiyyəti yoxdur. Tural Nəbiyevin boynuna bütün bu xəbərlər. Dəyərli dostlar, Mehriban Əliyevanın gördüyünüz kimi Bəylər Əyyubov o qədər böyük fiqurdur ki, fiqur idi ki, yavaş-yavaş vurulur. Mehriban Əliyeva ilə kəllə-kəlləyə gələ biləcək. Mehriban Əliyeva hətta illərdir, artıq 8 ildir ki, birinci vitse-prezident vəzifəsində ola-ola Prezidentin Təhlükəsizlik Xidmətinin başını, rəisini Bəylər Əyyubovu dəyişə bilmir. Əvvəlcə Xas Qoruması, Qoruma Başqanı Xambala Orucovu eləyir 2017-ci ildə general-mayor, hansı ki, Mehriban Əliyeva təzə gəlmişdi birinci vitse-prezident səlahiyyətlərinə və vəzifəsinə və həmən yaxın müddətdə onu eləyir general-mayor. Daha sonra 2020-ci ildə Xambala Orucovu Bəylər Əyyubovun yanına soxur, daha doğrusu müavininə qədər qaldıra bilir. Artıq Bəylər Əyyubovun bir sağ əli elə bil ki, sağ əli olmalı, yanında olmalı və əksər səlahiyyətlərə sahib Prezidentin Təhlükəsizlik Xidmətində artıq olur Mehriban Əliyevanın adamı. Kim? Xambala Orucov. Və o qədər Bəylər Əyyubov güclü və əli qolu hər yerə çatan bir fiqur olduğu üçün bu da bəhs etmir. Mehriban Əliyeva deməli Altay Həsənov və Fərid Əsgərovun daydayları vasitəsilə keçən ilin dekabr ayından məhz Azad Sözə göndərdiyi məlumatlar və Bəylər Əyyubovu ifşa edici məlumatlar əsasında artıq Bəylər Əyyubovun sol tərəfinə isə başqa bir müavini Mehriban Əliyevanın başqa bir adamı, Paşayevlərin adamı gətirir, kimi qoyur? Fərid Əsgərovu. Artıq Bəylər Əyyubov sağdan da, soldan da Paşayevlərin adamı ilə əhatələnibdir. Və çox yaxında gələn il mart ayının 10-u Bəylər Əyyubovun deməli 75 yaşı tamam olur. Verilən məlumatda bildirilir ki, o vaxta qədər Bəylər Əyyubova güzəştə gedirlər. Vəzifədə rəsmi olaraq qalır. Sadəcə bizneslərini ötürmək ona tapşırılıbdır. Paşayevlərə keçirilməsi yavaş-yavaş və ondan sonra onu yola salacaqlar. Ondan sonra isə onun polisdə və s. yerlərdə işləyən qohum-əqrabasını da qovacaqlar.
Qeyd edim ki, ən real namizəd Mehriban Əliyevanın Bəylər Əyyubovun yerinə hazırladığı ekranda Bəylər Əyyubovun arxasında gördüyünüz, bax bu Xanbala Orucovdur. Hətta 2022-ci ildə İlham Əliyev başqa bir sərəncamla Xanbala Orucovu 2-ci dərəcəli vətənə xidmətə görə medalı ilə təltif edibdir. Bir maraqlı faktı da söyləyim. 2025-ci ilin bu ilin fevral ayında Polkovnik Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Əyyubovun müavini təyin edilərkən həm ona bir mükafat təltif verildi, bilmirəm hansı xidmətlərinə görə. Eyni zamanda bu ərəfədə general-leytenant Xanbala Orucova da hansısa bir mükafat verildi. Yəni, artıq Bəylər Əyyubov ipdən asılı vəziyyətdədir. Bütün bunları nəzərə alsaq, bu ifadəni işlətmək doğru olar ki, xanım Mehriban deyir ki, əziz ərim İlham, sənin ipin tamamilə mənim əlimdədir və buna çalışır. Prezidentin mühafizə xidməti, onun qoruma xidmətinin rəhbəri və bütün üzvləri, işçiləri Mehriban Əliyevanındırsa, xanımın həyat yoldaşınındırsa, əlbəttə ki, ərin də ipi arvadın əlində olacaqdır. Onsuz da bu ölkəni idarə edənlər birərdir, bir arvad. Azərbaycan xalqı isə qul kimi yaşayır. Yaşayaq yaxın bir il. Nə var ki, ömrümüzdən onsuz da 30 ili oğurlayıblar və bizə pis həyat yaşadırlar. Gələn ilin mart ayına kimi gözləyin, mart-aprel. Bəylər Əyyubov vaxta kimi gedir və indi isə dediyim kimi kukla vəziyyətində saxlanılıbdır. Bütün işləri sağı solu Xanbala Orucov, Mehriban Əliyevanın xüsusi qoruma rəhbəri kimi və Polkovnik Fərid Əsgərov da artıq PTX-da o bardağı güya təmizləyir. Heç bir şey də təmizləməyib. Çirkabdır və bütün bu çirkab da Azərbaycanın prezidentinin ümumiyyətlə dövlətin üzərinə yapışır. Şəxsən mənə də xoş deyir ki, Azərbaycanın adına çirkab yapışsın. Hətta Əliyev prezident olsa belə. Əlqərəz, məlumatlar bundan ibarətdir. Azad sözü izləyin, azad sözdə qalın, doğrulardan vaxtında xəbərdar olun. Salamat qalın.